Yəni, baxın, əgər statistika aparma bilirsinizsə, bir şirkət hər il 50%, 70% uğurdan qalxırsa, o demək ki, bunu yaxın 10 illərdə artıq çox ciddi şəkildə bir uğur gözləyir. Hətta elə bir şey gözləyir ki, yəni şirkət istədiyi finansı, şirkət istədiyi sistemi tam rahat şəkildə qurmaq gücünə sahibdir. Niyə? Çünki etibarlı pasiyent kütləsi var. Yəni biz şirkəti qurarkən çox yollar keçdik. Hə, bu bizim istədiyimizdir. Yaxşı, hər şey düşündüyümüz kimi olurmu? Xeyr, dostlar. İndi gəncsiniz. Zaman gələcək, hər biriniz gözəl şirkətdə işə girib və fərqli şəkildə özünüzü təmsil etməyə, şəxsinizi təmsil etməyə çalışacaqsınız. Kimsə təmsil etmirsə, baxın, şəxsinizi təmsil etməyə çalışacaqsınız. Orada çalışın, birinci növbədə şirkətin idarə edən insanın yanında etibarlı olduğunuzu göstərin. Yəni, bunu sözdə göstərməyin. Həqiqətən elə olun. Biz Koroğlu dövründə yaşamırıq, konstitusiya dövründə yaşayırıq. Biz hər şey sənəd üzərində deyirik, amma yadınızda saxlayın, kişinin sözü bir olar. Bu gözəl bir vərdişdir, bu gözəl sözdür. Bu deyimi qulağınıza saxlayın, bu qadına kişiyə aidiyyəti yoxdur. Yəni, söz kəsər olmalıdır. Sözü bir dəfə dedinsə, özün o sözün ağırlığın başa düşüb, özün o sözə riayət etməlisən, sabah qarşı tərəflər o sözünə görə sənə o qədər dəyər verəcək. Sənin cibində pulun olmadan gedib istədiyin yerdə qiymətinə asılı olmayaraq hər hansı bir şeyi o sözlə alıb gətirə biləcəksin. Mən bugün beləyəm. İstədiyim, istəyir maşın olsun, nə olur olsun, ev olsun belə, mən sözümlə ala bilirəm. Yəni, dostlar, sizə həqiqətən həyatınızda belə uğura getməyinizi qismətiniz olsun deyirəm. Çətin yolla, yəni çünki bu çətin yoldur. Amma mən bu günlərin bu uğura getmək üçün çox əlləşmişəm, çox çalışmışam. Hamı yatanda mən oxumuşam. Yəni, dəfələrdən, məni izləyənlər bilirlər. Mən saat 4:45-də dururam, 6-da artıq işimə başlayıram, saat 5-in, 6-ın yarısında işdə olmuş oluram. Niyə? Nə üçün? Çünki analiz apara bilirəm. Baxdım ki, hansı şirkətlər hansı saatda işləyir, analiz mütləq şərtdir. Bu saatda problemimiz var, bu saatda özümə aktiv iş əmsalına çevirdim və insanlar da məmnundur.